Salam, hörmətli izləyicilər, hörmətli 7-ci sinif şagirdləri. Deməli, 7-ci sinif riyaziyyat yeni dərsdən 1-ci hissədən səhifə 22-dəki çalışmaların izahına baxırıq. İzaha keçməmişdən əvvəl digər səhifələrin izahını istərsinizsə kanala abunə ola bilərsiniz. Həmçinin Respublika fənn müsabiqələrinə və sinif hazırlığına qoşulmaq istəyənlər 051 552 15 77 nömrəsinin WhatsApp-ına yaza bilərlər. Çalışma 22, səhifə 22-də deməli 3 çalışma verib burada. Birinci, rasional ədədlərin cəmini tapın. Baxın, fikir versək diqqətlə. Deməli, burada verib ki, -5-də 3 və -5-də 1. Yadınızda saxlayın, ortada toplanır. Hər ikisi mənfi olanda toplanır. Məxrəc 5-dir, mənfi yazılır. 3 ilə 1 toplanır, 4, qarşısına mənfi yazılır. -5-də 4. B variantı. Yenə hər ikisi mənfidir. Məxrəc olduğu kimi qalır. 2 ilə 5 toplanır, 7 olacaq. -7. Biri müsbət, biri mənfi olanda çıxılır və böyüyün işarə yazılır. Məxrəc olduğu kimi qalır. 5-dən 1 çıxıram, 4. Böyüyün işarəsi 5-dir olacaq. Böyük 5-dir, 5-in işarəsi müsbətdir. Müsbət 4. Buna baxaq. Biri mənfi, biri müsbətdir. Məxrəc olduğu kimi qalır. 4-dən 2 çıxırıq. Oldu 2. Böyük ədədimiz 4. İşarəsi müsbət olduğuna görə müsbət 2 yazırıq. Buna baxaq. Bunun məxrəclə eyni olması üçün sürət və məxrəcini 2-yə vururam, olur 4-də -2. Hər ikisi məxrəc eynidir, olacaq 4-də. Mənfi olduqlarına görə toplanır, qarşıda mənfi yazılır. -4-də 9. Buna baxaq. Bunun sürət və məxrəcini 2-yə vuram, 6-da 4 olur. Demək, hər ikisi mənfi olan məxrəc eynidir. Sürətlər -4, -5. Toplanır, olur -9. Buna baxaq. 8-də -7, 12-də 11. İndi gəlin, bunların məxrəclərini bərabərləşdirək. Necə? 24-yə. Bunu sürət və məxrəcini 3-ə vursam, olur 24-də -21. Bunu sürət və məxrəcini 2-yə vursam, 24-də 22. Məxrəclər eynidir. 24-də 22-dən 21 çıxıram, müsbət 1 alınır. Buna baxaq. Məxrəclərin 36-ya gəlir. Bunun sürət və məxrəcini 4-ə vuram. 36-da 20. Bunun sürət və məxrəcini 3-ə vuram. 36-da 15. İndi ortaq məxrəc eynidir. Biri müsbət, biri mənfidir. 20-dən 15 çıxıram. 5. Böyüyün işarəsi müsbətdir. Sonra J variantına baxaq. Hamısının məxrəci eynidir. Olacaq deməli 17-də 8-dən 7 çıxıram. 1 alınır. 1 çıxaq 3. 1 mənfi, 1 müsbət olan çıxılır. Böyüyün işarəsi yazılır. 2. Böyük 3-dür. 3-ün işarəsi mənfidir. -17-də 2. Buna baxaq. Hamısının məxrəci eynidir. 12-də -7, -1. Elil -8. Üstəgəl 3. Bu da 8-dən 3 çıxırıq. 5. Böyüyün işarəsi mənfidir. Olacaq -12-də 5. K variantına baxaq. Bunu sürət və məxrəcin 4-də 16-ya getirmək. 16-da 44. Bunu sürət və məxrəcini 2-yə vuram. 16-da 2. Ortaq məxrəcimiz 16. 44-dən 2 çıxıram. 42. 42-dən də 5 çıxıram. Eləyir 16-da 37. Bunun hamısı məxrəcin 18-ə gəlir. Sürət və məxrəcin 3-ə vursam 18-də 21. 2-yə vursam 18-də 4. Ortaq məxrəcimiz 18. -21, -4. Eləyəcək -25. Üstəgəl 5. Biri mənfi, biri müsbət olanda çıxılır. 25-dən 5 çıxıram. 20. Böyük 25. 25-in işarəsi mənfidir. Olur -18-də 20. Çalışma 2. Cəmi tapın.
nümunələr verib burada. A variantı. Baxın. Məxrəclər indi -7 düz -7. Dedik hər ikisi mənfi olanda toplanır. Qarşıda -3 ilə 1 toplanır olur 4. Yenə hər ikisi məxrəci, indi hər ikisi mənfidir. 3 ilə 4 toplanır 7. Qarşısında da mənfi yazılır. C variantı. Biri müsbət, biri mənfi olanda böyük ədəddən kiçik ədədə çıxırıq. 3-dən 1 çıxıram 2. Böyük ədədin işarəsi mənfidir. Olur -7-də 2. D variantına baxaq. 5-də 4, 5-də 3. Böyük ədədim məxrəclər eynidir. 4-dən 3 çıxıram 1. Böyük ədədimiz 4-dür. 4-ün işarəsi müsbət olduğuna olur müsbət 5-də 1. Y variantına baxaq. Bu 6-dır, bu 3-dür. 6-ya tamamla. Bunun sürət və məxrəcini 2-yə vururam. 6-da 4. Hər ikisi mənfidirsə olur -6-da toplanır 9. Bunun sürət və məxrəcin 12-yə gətiririk. 3-ə vururam 12-də 15. Bu da 12-də 2. İndi bərabər -12-də 15 2 eləyəcək 17. Buna baxaq. Bunun sürət və məxrəcin 6-ya tamamla. Sürət və məxrəcin 2-yə vuram. 6-da 4. Məxrəc eynidir. Məxrəci yazıram. Biri biri müsbət. 4-dən 1 çıxanda 3. Böyük ədədimiz 4. 4-ün işarəsi mənfidir. -6-da 3 olacaq. Buna baxaq. 6 ilə 4-ü 12-yə gətirir. Bunun sürət və məxrəcin 3-ə vuram. 12-də 9. Üstə gələ. Sürət və məxrəc 2-yə vuram. -12-də 14. Bərabər. Məxrəc eynidir. 14-dən 9 çıxıram. 5. Böyüyün işarəsi mənfidir. J variantına baxaq. 3, 4, 6-ya bölünən ədədimiz 12-dir. Bunun sürət və məxrəcin 4-ə vuram. 12-də 20. Bunun sürət və məxrəcin 3-ə vuram. 12-də 9. Bunun sürət və 2-yə vuram. 12-də 10. Bərabər. Hamısının məxrəci 12-dir. Biri mənfi, biri müsbət. 20-dən 9 çıxıram. -11 olacaq. Çıxaq 10. Hər ikisi mənfi olanda toplanır. Qarşıda mənfi yazılır. 9, 6, 2. 3-ünə də bölünən ədəd 18. Bunun sürət və məxrəcini 2-yə vuram. 18-də 2. Bunun sürət və məxrəcini 3-ə vuram. -18-də 15. Bunun sürət və məxrəcini 9-a vuram. 18-də 27. İndi hamısının məxrəci 18-dir. Biri mənfi, biri 27-dən 15 çıxıram. 12, üzərinə də 2 gəlirəm. Olacaq 14. Aydındır. Sonra çalışma 3-ə baxaq. Toplama əməlini yerinə yetirin. Göstəriş verib. Burada qarışıq ədədləri məxrəcə natural ədəd olan kəsr şəklində yazın. Deməli fikir versək. -1,5-də 1-dir, düzdür? Bunu çevirsək. 5-i vururam 1-ə. 5, üzərinə 1 gələm 6. Olur 5-də -4, mənfini atıram sürət. Üstə gəl 5-də -6 olur. Məxrəclər eynidir. Sürətlər hər ikisi mənfi olduğundan toplanır. Olur 5-də -10. Bu A variantı idi. B-yə baxaq. 2-də -1. Bunu da çevirsəm, üstə gələr. 4 də 2, 8, üzərinə 1 gəlirəm 9. İndi bunun sürət və məxrəcini 2-yə vursam, olur 4-də -2, üstə gəlir 4-də 9. Məxrəclər indi 1 mənfi, 1 müsbət, böyükdən kiçik çıxırıq. 9-dan 2 çıxanda 7. C variantına baxaq. -2,2-də 1 çevirəm düzgün olmayan kəsrə. 2-də 2-ni 4, üzərinə 1 gəlim. 2-də -5, üstə gəl 6-da 1. Bunun sürət və məxrəcini 3-ə vursam.
Deməli olur 6 da mənfi 15 üstəgəl 6 da 1. Bu da bərabər. 1 müsbət olanda çıxılır. 15 çıx 1 14. Böyüyün işarəsi mənfidir. Mənfi 6 da 14 olacaq. D variantına baxaq. Mənfi 4-dür. 1,8-də 1 çevirəndə 8-də 1-in 8, üzərinə 1 gələn 9. Deməli, mənfi 4-də 3, üstəyə 8-də 9. Bərabər. Bu sürət və məxrəni 2-yə bıraq. Olur 8-də mənfi 6, üstəyə 8-də 9. 1 müsbət olanda 9-dan 6 çıxıram eləyir neçə? 3. Buna baxaq. Y variant. 4-də 5. Üstə gələk. Bunu çevirən 9-da 1, 9 üzərinə 2 gələndə neçə il? 11. 4 ilə 9-a bölünən ədədimiz 36. Bunu sürət və məxrəni 9-a vurum. 36-da 45. Üstə gələk. Mənfi. Bunu da sürət və məxrəni 4-ə vurum. 36-da 44. Böyükdən kiçiyi çıxıram. Demək 36-da 45-dən 44 çıxan neçə olur? 1. Aydındır.